görəsən yanlış bir şey mi elədim, yanlış bir şey mi dedim deyə düşünürsənsə, insanlarla danışıqlarını tez-tez zihnində canlandırıb düz bir şey mi dedim ya da dediyim bir şey xətrinə dəydi mi, dəymiş ola bilərmi deyə düşünürsənsə, səhv eləmədiyin halda belə rahatsız olduğun üçün üzr istəyirsənsə və yaxud da ki, elədiyin hər şeyi, danışıqlarını, davranışlarını kontrol eləməyə ehtiyacı duyursansa, bu sənin uşaqkən səhv eləmə haqqının olmadığı ilə bağlı bir şeydir. Yəni, kiçik bir səhvində belə özünü dəyərsiz, yetərsiz hiss elətdirilməklə bağlı bir şeydir və o uşaq böyüdüyü zaman hər şeyi kontrol eləmək istəyi oradan qaynaqlanır ki, yenə də səhv eləsəm, hər kəs tərəfindən sevilməyən, dəyərsiz hiss elətdirilən mən olacam. Amma unutduğum bir şey var ki, insanlar böyümə yolunda səhv edə bilərlər. Hətta səhv edərək o yolu davam elətdirməlidirlər. Çünki səhv eləmək nəyisə ciddi şəkildə yanlış eləməkdən daha çox öyrənərək böyümənin göstəricisidir.